İftitah duası. İftitah duası üstün və uca məzmuna malikdir. İftitah duası zamanın imamı Həzrət Mehdi Əccəlallah Fərəcəhun tərəfindən Kiçik Qeybət dövründəki ikinci naibi Məhəmməd ibn Osmana öyrədilib. Həmin duanın tərcüməsi belədir. Bağışlayan və mehriban Allahın adı ilə. Ey mənim Allahım, sənin tərifini sənin həmdinlə açıram. Öz lütfün ilə düzgünlüyə yönəldən sənsən. Yəqin də bilirəm ki, bağışlamaq və mərhəmət göstərməkdə ən mehribansan. Cəzalandırmaq və qisas almaqda ən sərt. Böyüklük və əzəmətdə ən hökümlü sənsən. İlahi, səni çağırmağıma və səndən istəyimə özün izin vermisən. Odur ki, eşid həm sənamı, ey eşidən. Cavab ver yalvarışıma, ey mərhəmət edən. Keç günahlarımdan, ey bağışlayan. Axı sən o qədər qəm dağıtmısan, o qədər çətinlik dəf etmisən, o qədər günahlara göz yummusan, o qədər rəhmət yağdırmısan, o qədər bəla zənciri qırmısan ilahi. Nə bir yoldaşa, nə bir evlada, nə hökmranlıq üçün bir ortağa, nə də qorunmaq üçün bir hamiyə ehtiyac olan Allaha həmd olsun. O böyükdür, çox böyükdür. Verdiyi bütün nemətlərə görə nə qədər tərif və alqış varsa, hamısı ilə Allaha həmd olsun. Hakimiyyətinə müxalifət etməyəcək və əmri çəkilməyəcək Allaha həmd olsun. Yaratmağında bir şəriki və əzəmətində bir bənzəri olmayan Allaha həmd olsun. İşi və tərifi yaratdıkları arasında aşkar olan, İzzəti kərəmindən görsənən, əli səxavətlə açılan, xəzinəsi tükənməyən, çox əta etməsi yalnız o mərdlik və kəramətinə artıran Allaha həmd olsun. Həqiqətən o çox izzətli və çox səxavətlidir. İlahi, sonsuz nemətlərin müqabilində istədiyim çox azdır. O aza elə möhtacam. Halbuki sənin ona heç zaman ehtiyacın olmayıb. O az mənim üçün elə çoxdur. Halbuki sənin üçün yüngül və asandır. İlahi, günahımdan keçir, səhvimə göz yumur, haqsızlığımı bağışlayır, qəbahətli əməlimi gizlədir. Bilərəkdən və bilməyərəkdən etdiyim saysız təqsirlərə baxmayaraq, mənə qarşı həlim olursan. Bütün bunlar da məni layiq olmadıqlarımı istəməyə iştahlandırır. Sən də rəhmətindən bir qida, qüdrətindən bir nişanə və cavabından bir mərifət verirsən. Beləliklə də güvənərək səni çağırır. Qorxmadan və utanmadan səninlə dərdləşir. Sənə tərəf yönəlməyə ürəklənirəm. Cavabımı yubanmada nadanlığımdan səni günahlandırıram. Halbuki hər şeyin sonunu bildiyin üçün mənə gec cavab verməyin bəlkə də xeyrimədir. Mənim kimi rəzil qula səbr edəcək sənin kimi kərim bir ağa görmədim. Ya Rəbb, doğrudan da məni çağırırsan, mən isə üz çevirirəm. Mənə nəvaziş göstərirsən, mən isə inad edirəm. Mənə eşqini elan edirsən, mən isə qəbul etmirəm. Sanki üstünlük məndədir, amma bununla belə sən mənə qarşı mərhəmət, ehsan, səxavət və kərəmindən əl çəkmirsən. Odur ki, bu cahil bəndənə rəhm et. Bol-bol ehsanınla kərəm et. Sən həqiqətən də əli açıq və kərimsən. Varlıq aləminin maliki, gəmiləri üzdürən, küləkləri əsdirən,
səhərləri açan, qiyamətdə mühakimə edən, aləmlərin Rəbbi olan Allaha bütün alqışlarla həmd olsun. Hər şeydən xəbərdar olduğu halda həlimlik göstərən Allaha həmd olsun. Hər şeyə gücü çatdığı halda əfv edən Allaha həmd olsun. Qəzəb göstərə biləcəyi halda çox səbr edən Allaha həmd olsun. O istədiyi hər şeyə qadirdir. Yaranmışları yaradan, ruzini paylayan, səhərləri açan, şanı və ehtiramı uca, fəzilət və neymətlərin sahibi, görünməyəcək qədər uzaq, pıçıltını eşidəcək qədər yaxın olan Allaha həmd olsun. O ucadır, çox ucadır. Nə qarşısında duracaq bir tayı, nə oxşadılacaq bir bənzəri, nə də dəstəkləyəcək bir yardımcısı olan, izzəti ilə bütün izzətləri sındıran, əzəməti ilə bütün əzəmətləri kiçildən, qüdrəti ilə istədiyinə çatan Allaha həmd olsun. Çağırdığımda cavabsız qoymayan, sözündən çıxdığımda eyiblərimi örtən, naşükürlük etdiyimə rəğmən bol-bol neymət yağdıran Allaha həmd olsun. Nə qədər naz neymət verib mənə, nə qədər qorxunc bəlaları uzaqlaşdırıb məndən, nə qədər sevinç yaşadıb mənə. Odur ki, ona həmd edəndə alqış yağdırır, onu xatırlayanda heyran qalıram. Pərdəni götürməyən, qapıları üzə bağlamayan, diləyəni qovmayan, ümidvarı məyus etməyən Allaha həmd olsun. Qorxanları qoruyan, salihləri xilas edən, alçaldılanları ucaldan, təkəbbürlüləri alçaldan, şahları aradan aparıb başqalarını gətirən Allaha həmd olsun. İstəmkarları yıxan, zalimları məhv edən, qaçanları saxlayan, zülmkarları cəzalandıran, dad edənlərin dadına çatan, diləyənlərin hacətini verən, möminlərin güvəncə olan Allaha həmd olsun. Göyləri və göy əhlini lərzəyə gətirən, yeri və yer sakinləri tir-tir titrədən, dənizləri və dənizdə üzənləri çalxalayan Allaha həmd olsun. Özü bizi hidayət etməsəydi, hidayət olunmayacaqdıq deyə, bizi hidayət edən Allaha həmd olsun. Yaranmadan yaradan, ruzi almadan ruzi verən, qidalanmadan qidalandıran, diriləri öldürən, ölüləri dirildən, diri və ölməyən, xeyir əlində olan, hər şeyə qadir Allaha həmd olsun. İlahi, bəndən, Peyğəmbərin, etibarlın, seçilmişin, sevimlin, yaratdıqlarının ən üstünü, sirrini qoruyan, sözünü çatdıran Muhammədə xeyir, bərəkət ver. Ona bəndələrin, peyğəmbərlərin, elçilərin, seçilmişlərin və yaratdıqların içrə sənə ən əziz olanların heç birinə lütf etmədiyin və vermədiyin ən üstün, ən yaxşı, ən gözəl, ən kamil, ən təmiz, ən parlaq, ən xoş, ən pak, ən tərifə layiq və ən çox xeyir, bərəkət ver. İlahi, möminlərin sərvəri, aləmlərin Rəbbi tərəfindən göndərilmiş elçinin vəsisi, bəndən, vəlin, peyğəmbərlərinin qardaşı, yaradılışın üzərində höccətin, böyük nişanən və əzəmətli xəbərin olan Əliyə xeyir, bərəkət ver. İlahi, xanımlar xanımı, düz sözlü və pak Fatiməyə xeyir, bərəkət ver. Rəhmətin olan Peyğəmbərinin nəvələri, hidayət imamları və cənnət cavanlarının sərvərləri olan Həsənlə Hüseynə xeyir, bərəkət ver. Müsəlmanların imamları, bəndələrin üçün dəlillərin,
öz məmləkətlərində güvəndiklərin Hüseynin oğlu Əliyə, Əlinin oğlu Muhammədə, Muhammədin oğlu Cəfərə, Cəfərin oğlu Musaya, Musanın oğlu Əliyə, Əlinin oğlu Muhammədə, Muhammədin oğlu Əliyə, Əlinin oğlu Həsənə və onların yönəldən və yönləndirilən xələfinə Həzrət Məhdiyə tükənməz və fasiləsiz salamınla xeyir bərəkət ver. İlahi, ümid bəslənilən qiyamın, intizarı çəkilən ədalətin və təyin etdiyin əmrin sahibinə xeyir bərəkət ver. Onu öz müqərrəb mələklərinin əhatəsinə al. Müqəddəs ruhla dəstəklə, ey aləmlərin Rəbbi. İlahi, qoy o sənin kitabına tərəf dəvət və sənin dinini bərqərar etsin. Ondan əvvəlkiləri varis etdiyin kimi, onu da yer üzünün varisi et. Onun dinini, hansını ki özün bəyənirsən, möhkəmləndir. Onun qorxusunu arxayınçılıqla əvəz et. O sənə bəndəlik edir və heç nəyi sənə şərik qoşmur. İlahi, ona izzət ver, bizi də onunla izzətləndir. Ona yardım et, bizə də onun əli ilə yardımcı ol. Ona əzəmətli yardımınla yardım et. Onun zəfərini asan qıl və özün ona nüsrətli iqtidar bəxş et. İlahi, öz dinini və Peyğəmbərin sünnəsini onun əli ilə o qədər açıq aydın et ki, kimsə kimsədən çəkinmədən həqiqəti zərrə qədər də gizlətməsin. İlahi, biz əziz dövlətin qurulmasını şövqlə səndən istəyirik. O dövlət ki, orada İslam və müsəlmanları izzətli, nifaq və münafiqləri isə zəlil edəcəksən. O dövlət ki, orada bizi sənin itaətinə çağıranlardan, sənin yoluna yönəldənlərdən qərar verəcəksən. O dövlət ki, onun vasitəsilə bizə dünya və axirət kəramətini nəsib edəcəksən. İlahi, bizə haqdan nəyi tanıtdırmısansa, qoy onu daşıyaq. Nəyi də tanıtdırmamısansa, qoy ona yetişək. İlahi, Həzrət Məhdinin əli ilə dağınıqlığımızı nizamla, ayrılığımızı birliklə, ixtilafımızı yeşdilliklə, azlığımızı çoxluqla, zillətimizi izzətlə, fəqirliyimizi zənginliklə əvəz et. Onun vasitəsilə borcumuzu ödə, yoxsulluğumuzu aradan apar, çətinliyimizi asanlaşdır, üzümüzü ağ et, əsarətdən qurtar, hacətlərimizi rəva et, vəd etdiyini gerçəkləşdir, çağırışımıza cavab ver, istədiyimizi həyata keçir, dünya və axirətdə ümid etdiklərimizə çatdır, arzu etdiyimizdən daha üstününü nəsib et. Ey qapısına üz tutanların ən xeyirlisi, ey əta edənlərin ən səxavətlisi, onun əli ilə ruhumuza şəfa ver, qəlbimizdəki qəzəbi söndür, izninlə axtarılan həqiqətlərə bizi yönəld. Axı sən həqiqətən də istədiyin kəsi düz yola yönəldirsən. Onun əli ilə düşmənimizə və düşməninə qarşı yardım et. Amin, ey haqq olan Allah. İlahi, özünə və soyuna xeyir bərəkət verdiyin Peyğəmbərin aramızda olmamasından, imamımızın qaib, düşmənimizin çox, sayımızın az, aramızdakı fitnələrin üzücü və şəraitin əleyhimizə olmasından sənə şikayət edirik. Odur ki, Həzrət Muhammədə və onun soyuna xeyir bərəkət ver. Özün zəfəri tezləşdirməklə, ziyanı dəf etməklə, yardımınla izzət verməklə, haqqın hökmranlığını bərqərar etməklə, rəhmətinlə əzəmət bəxş etməklə və sağlamlığa bürüməklə dadımıza çat. Səni and veririk öz rəhmətinə, ey rəhimlilərin ən rəhimlisi.